Salam, hər vaxtınız xeyir. Bu gün fizika 7-ci sinif testlər və suallar toplusundan periodik rəqsi hərəkət mövzusunun testlərinin izahına baxırıq. Başlayaq 11-ci sualdan. Tarazlıq vəziyyətindən çıxarılmış yükün sürəti hansı nöqtədə maksimum olar? Baxaq yükə. Deməli, bu yükün tarazlıq vəziyyəti O nöqtəsidir. Bu O nöqtəsindən çıxarılıb gətirilib A nöqtəsinə. Əgər biz bunu A nöqtəsində sərbəst buraxsaq, bu O nöqtəsinin ətrafında rəqsi hərəkət etməyə başlayacaq. Yəni, gedəcək B nöqtəsinə, orada dayanıb qayıdacaq yenidən A nöqtəsinə, A nöqtəsində dayanıb yenidən qayıdacaq B nöqtəsinə. Bu şəkildə rəqsi hərəkət edəcək. Biz dedik ki, bu nə edir? A nöqtəsində dayanır, geri qayıdır, B nöqtəsində dayanır, geri qayıdır. Deməli, bu nöqtələrdə bu dayanırsa, bunun sürəti sıfıra bərabər olur. O zaman A və B nöqtələrində bunun sürəti maksimum deyil. Hansı nöqtə qalır? O nöqtəsi. Rəqqasın tarazlıq vəziyyəti O nöqtəsidir və O nöqtəsindən, yəni tarazlıq vəziyyətindən keçdikdə onun sürəti maksimum olur. 12. Rəqs periodu 1 metr olan rəqqas 20 saniyə ərzində 4 rəqs edir. Onun rəqs periodunu və 10 saniyədə getdiyi yolu hesablayın. Deməli, verilənləri qeyd etsək, amplitudu 1 metr verib, 20 saniyə zamanı verib 20 saniyə və 20 saniyədə 4 rəqs edir. Onun rəqs periodunu hesablayın. Rəqs periodunu bilirik ki, T bərabərdir kiçik T bölünsün böyük N. Yəni, zamanı rəqslərin sayına bölsək, periodu tapmış olaraq. Zamanı verib 20 saniyə, rəqslərin sayı 4-dür, 20-ni 4-ə bölsək eləyər 5 saniyə. Bu rəqqasın periodu 5 saniyədir. İndi bunun getdiyi yolu tapaq. Getdiyi yolu tapmaq üçün biz L bərabərdir 4A vurulsun N düsturundan istifadə etməliyik. Burada A amplituddur, amplitudun qiyməti verilib, N isə rəqslərin sayıdır. Burada bizə rəqslərin sayını 4 olaraq verib, amma biz ondan istifadə etməməliyik. Çünki burada bizə zaman da verib. 10 saniyə müddətində getdiyi yolu tapın deyir. Bu 4 rəqs verdiyi, bunun 20 saniyə ərzində etdiyi rəqsdir. 10 saniyə ərzində neçə rəqs etdiyini tapmaq üçün N bərabərdir kiçik T bölünsün böyük T düsturundan istifadə edərik. Kiçik T-nin qiyməti 10 saniyə verib, periodu da 5 tapmışıq. Onu 5-ə bölsək görərik ki, bu rəqqas 10 saniyə ərzində 2 rəqs edir. Onda bizdə artıq düsturda bütün kəmiyyətlər var. 4 vurulsun amplitudun qiyməti 1-ə bərabərdir, rəqslərin sayı isə 2. 4 vurulsun 2 də eləyər 8 metr. Deməli, bu rəqqas 10 saniyə ərzində 8 metr yol getmişdir. Baxaq 13-cü suala. Amplitudu 6 sm olan rəqqas 7 rəqs etdi. Rəqqasın getdiyi yolu hesablayın. Yenə verilənləri qeyd etsək, amplitudu verib 6 sm, rəqslərin sayını verib 7, rəqqasın getdiyi yolu istəyir. L bərabərdir sual. Bayaqki yazdığımız L bərabərdir 4A vurulsun N. O da bərabərdir. 4 vurulsun, amplitudu verib 6 sm. Burada cavablar santimetrlə verib deyə çevirməyə ehtiyac yoxdur. Vurulsun, rəqslərin sayını da verib 7. Bunu da vursaq 4 dəfə 6 28, 28-i 7-yə vursaq. Bu da eləyər 168 sm. Cavab olar A variantı. 14. Periodu 12 saniyə olan rəqqas 18 saniyədə neçə rəqs edər? Yenə verilənləri qeyd edirik. T bərabərdir 12 saniyə. Zamanı veribdir. Kiçik T 18 saniyə. Və rəqslərin sayını tapmağımızı istəyir. Rəqslərin sayı N bərabərdir. Kiçik T bölünsün böyük T düsturundan hesablanır. Kiçik T-nin qiyməti 18 saniyədir. Böyük T-nin qiyməti isə 12 saniyə. 18-i də 12-yə bölsək eləyər 1,5. Deməli, 1,5 rəqs edibdir. Rəqqasın riyazi rəqqas 20 saniyədə 4 rəqs etdi. Rəqqasın periodunu və tezliyini hesablayın. Deməli, verilənləri qeyd etsək, zaman verilib bizə 20 saniyə. Və rəqslərin sayı verilibdir. N bərabərdir 4-ə. Periodu və tezliyi tapmamızı istəyir. Period T bərabərdir. Kiçik T bölünsün böyük N. Tezliyi isə, tezliyi də bu tərəfdən yazıram. Nü bərabərdir. Böyük N bölünsün kiçik T düsturundan tapılır. Biz burada qiymətləri yerinə yazsaq, hər ikisini tapa bilərik. Kiçik T-nin qiyməti 20-dir, sayı isə 4-dür. 20-ni 4-ə bölsək, periodu eləyər 5 saniyə. Tezliyi isə rəqslərin sayı 4, zaman 20. 4-ü 20-yə bölsək, bu eləyər 0,2 saniyə üstü -1. Deməli, tezlik 0,2, period isə 5. Cavab olur C variantı. Baxırıq 16-ya. Rəqs tezliyi 0,2 saniyə olan cisim 2 dəqiqədə neçə rəqs edər? Yenə verilənləri qeyd etsək, nünü verib tezliyi 0,2 saniyə üstü -1. Burada yanlışlıq olub. Saniyə verilibdir. Bu saniyə üstü -1 yazılmalı idi. Cisim 2 dəqiqədə neçə rəqs edər? Zamanı verib 2 dəqiqə. Deməli, 2 dəqiqə. Bunu da biz saniyəyə çevirsək, 2 dəqiqəmiz bilirik ki, 60-a vururuq, bu eləyir 120 saniyə. Buradan rəqslərin sayını tapsaq, bunun da nü bərabərdir
böyük n bölünsün kiçik t düsturundan buradan n-ün məxrəcinə 1 qoyub n-i tapsaq, n bərabər olar n vurulsun t. O da bərabər n-ün qiyməti 0.2 vurulsun t 120-yə. 0.2-ni də 120-yə vursaq eləyər 24. Deməli bu 2 dəqiqə ərzində 24 rəqs eləyib. Baxaq 17-ci suala. Rəqs amplitudu 0,5 metr olan yük 14 metr yol getməsi üçün neçə rəqs etməlidir? Deməli, bizə verilib amplitud 0,5 metr, yükün deməli getdiyi yol verilibdir 14 metr və neçə rəqs etməlidir onu istəyir. N bərabərdir sual. Biz bayaq bir düstur yazmışdıq, elə burada yazmışdıq. L bərabərdir 4A vurulsun N-ə. Buradan biz N-i tapmalıyıq. N-i buradan tapsaq 4A bərabərliyin digər tərəfinə keçər. Burada vuraqdır, digər tərəfə keçsə bölək olar. Düstur alınır. L bölünsün 4A. O da bərabərdir. L-in qiyməti 14 metr verib yazırıq. 14 metr bölünsün 4 vurulsun A isə amplitud 0,5 metrə bərabərdir. Buradan biz 4-ü 0,5-ə vursaq eləyər 2. Buradan yazıram 2. Sürətdə də qalıb 14. 14-ü 2-yə bölsək eləyər 7. Cavab olur deməli C variantı. 18. Deməli 18-i biraz uzaqlaşdırım. Aşağıda verilənləri Venn diaqramında düzgün yerlərə qeyd edin. Bizə çevrə üzrə bərabər sürətli hərəkət və periodik rəqsi hərəkət üçün Venn diaqramı verilib. Hərəkət müddətində sürət dəyişmir. Bu bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkətə aiddir. Hərəkət müddətində sürət dəyişir. Bu isə periodik rəqsi hərəkətə aiddir. Çünki bayaq çəkdiyim misal var idi burada. Tarazlıq vəziyyətindən kənara getdikcə sürət nə edirdi? Sürəti azalırdı. Kənar vəziyyətindən tarazlığa gəldikcə sürəti artırdı. Deməli, burada bir sürət dəyişməsi var. Sonra 3. Sürətin istiqaməti dəyişir. Bu hər ikisində elədir. Biz bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə sürət çevrəyə toxunan istiqamətdə yönəlir. Yəni, çevrənin hər bir nöqtəsində sürət fərqli bir istiqamətdə yönəlir. Periodik rəqsi hərəkətdə də o şəkildə. Məsələn, A nöqtəsindən O nöqtəsinə gələndə sürət bu şəkildə yönəlir, O-dan A-ya qaydanda isə onun əksinə yönəlir. Ona görə burada da sürətin istiqaməti dəyişir. Ona görə bu hər ikisi üçün doğrudur. Təcilli hərəkət edir. Bu da hər ikisi üçün. Çevrə üzrə bərabər sürətli hərəkətdə də təcil var. Periodik rəqsi hərəkətdə də təcil var. Dəyişən təcilli hərəkət edir. Bu periodik rəqsi hərəkətdədir. Bərabər təcilli isə çevrə üzrə bərabər sürətli hərəkətə aiddir. Baxırıq 19. Rəqs periodu 8 saniyə olan cisim A nöqtəsindən hərəkətə başladıqdan 10 saniyə sonra hansı vəziyyətdə olar? Deməli, bizə periodu veribdir 8 saniyə və zamanı verib ki, 10 saniyə sonra hansı vəziyyətdə olar? Biz bunu tapa bilmək üçün əvvəlcə neçə rəqs etdiyini bilməliyik. Onu da n bərabərdir. Kiçik t bölünsün böyük t düsturundan hesablayarıq. Kiçik t-nin qiyməti 10-dur. Böyük t isə 8. 10-u 8-ə bölsək, deməli 5 bölünsün 4. Bu eləyər 1,25. Deməli, bu 1,25 rəqsidir. Biz bayaq bir düsturdan istifadə etdik. Ümumiyyətcə, bir düsturdan istifadə etmədən necə eləyərik bunu? Biz dedik ki, bir tam rəqs zamanı cisim 4 amplitud, yəni rəqqas 4 amplitud məsafə qət eləyir. Bir tam rəqs zamanı. Yaxşı, onda bir tənasüb qursaq, 1,25-ə də deyərik x. Çünki biz 1,25-ə neçə amplitud getdiyini tapsaq, onun vəziyyətini tapa bilərik. Buradan x-i hesablasaq, x bərabər olar. Baxın, burada tənasübdə bu şəkildə olur. 4 vurulur 1,25-ə, 1 də vurulur x-a. Buradan x-i tapsaq, x bərabər olar 5-ə. 4 vurulsun 1,25, o da eləyir 5a. Deməli, bu yük 5 amplitud məsafə qət eləyibdir. İndi hansı vəziyyətdə olduğunu necə taparıq? Tam rəqs zamanı bu 4 amplitud məsafə qət eləyir. Bu 1,25 rəqs edibdir. Deməli, 1 tam rəqsini başa vurur və 4 amplitud məsafəsini artıq getmiş olur. Burada nə qalır? 1 amplitud, 1A məsafə qalmış olur. O 1A məsafəni bu 1 tam rəqs edəndə nə edir? A nöqtəsindən başlamışdı, yenidən gəlib A nöqtəsinə. Yəni, daha doğrusu A vəziyyətində, bu vəziyyətindədir. Ondan sonra növbəti 1 amplitud məsafə getməlidir. 1 amplitud məsafə getsə bu hara gələr? Buranı sileyim deməli. Bu əvvəlcə bu vəziyyətdədir. 1 amplitud məsafə gedəndən sonra qara xətlə çəkim gəlir. Bax, burada olur. Bu şəkildə olur. Bax, bu da hansı variant uyğun gəlir? Yəni, C vəziyyətinə uyğun gəlir. Cavab olur C variantı. Baxaq 20-yə. Uyğunluğu müəyyən edin. Deməli, nəyin uyğunluğu? Kənar nöqtələr. Hə, kənar nöqtələr burada. Rəqqasın kənar nöqtələri A və B nöqtələridir. Tarazlıq nöqtəsi isə O nöqtəsidir. Bu şəkildə, bu qədər.